Səbail rayonu Rastropoviçlər küçəsində yaşayan sakinlər pilot rezidens MTK-dan şikayətçidirlər. Bina tikilib, istifadəyə verilib. İllərdir yaşayış var. Lakin sakinlərlə binanı inşa edən MTK arasında yaranan problem bitmir. Səbəb nədir? Daha ətraflı əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq. Siz harada görmüşsünüz həyət? Mən öz həyətimə eskalatorla, əlimdə çantalarına qalxmalıyam. Layihədə gördüyünüz bu binadır, amma yalnız burada qanunsuz tikililər var ki, layihədən kənara çıxılıb. Bu kletka tikiblər. O hansı həyətdə, təzə binada, həyətdə siz görmüsünüz belə kletkalar. Biz pələng, zat saxlayan deyilik. Bunu məhkəmə qərarına verəcək. Sakinlər iddia edir ki, pilot rezident MTK-nın rəhbəri binanın həyətini həmin ünvanda fəaliyyət göstərən market və digər yaşayış obyektinə satıb. Deyirlər, şikayət əsasında tikintinin yarıda qarşısını almaq mümkün olsa da, MTK həmin bir mərtəbəli tikilini marketin istifadəsinə verməyə nail olub. Sakinlərin yaşadığı binanın həyətindəki qanunsuz tikinti dedikləri həm bura, həm də binanın 3-cü blokunun qarşısındakı o tikinti layihədə nəzərdə tutulmamasına baxmayaraq sonradan tikinti şirkətinin rəhbəri tərəfindən kommersiya məqsədi ilə satılıb. Ancaq sakinlər iddia edirlər ki, layihədə həm bura, həm də digər ərazi, həm istirahət yeri, həm də yaşıllıq zonası kimi nəzərdə tutulmuşdu. İndi sakinlər binanın həyətində istirahət etməyə yer tapa bilmirlər. Şikayətçilər deyir ki, biz MTK-dan mənzil alarkən layihədə digər çox mənzilli binalarda olduğu kimi bu binanın da həyətyanı sahəsi açıq göstərilmişdi. Lakin sonradan əlavə tikintiləri artırılmaqla yaşayış binasının həyətinin 85 kvadrat metri zəbt edildi. Bizim həyətimizdir. Bizə deyiblər ki, burada park olacaq, ağaclıq, güllər. Yaşıllıq zonası kimi göstərmişdilər. Tikilər artıq 850 kvadrat metr. Marketin əlavəsidir də, belə deyək. Əlavə ambar deyil, əməli başlı market kimi istifadə olunur. Sakinləri narahat edən digər məqamsa binanın həyətyanı sayəsində bu vaxta kimi heç bir işin görülməməsidir. Eyni ünvanda bina inşa edən fərqli MTK-lar arasında bir neçə metrlik torpaq sahəsinə görə yaranan problem binanın həyətini təmirsiz qoyub. Bunların proyekti nədir? Buranı qaldırsınlar. Burada ikinci mərtəbə ikinci mərtəbədə də bir qaraj olsun. Biz də buranın bu həyət niyə bu gündədir? Ora niyə 5 ildir biz oranın o tozun içindəyik? Pilot rezident MTK-nın direktoru isə deyir ki, binanın həyətində layihədən kənar heç bir tikinti aparılmayıb. Əksinə, sakinlərin şikayəti əsasında tikinti yarımsız saxlanılıb. Məhkəmənin verəcəyi qərar əsasında həmin tikili ilə bağlı tədbir görüləcək. Var ekspertizanın rəyi, Fövqəladə Hallar Nazirliyi ekspertizanın rəyinə əsasən tikilibdir. İndi o məsələdə dediyim kimi hal-hazırda məhkəmədədir. Bu məhkəmə ilə də bağlı qərar verilməyib hələ. Ali məhkəmə həmin bu məsələ ilə bağlı apellyasiya məhkəməsinin qərarını geri qaytarıb. Burada əslində o yarımçıq tikilidir hal-hazırda. Bu tikili tamamlananda bax bu bütöv olmalıdır. O tamamlanmalıdır, buranı bağlamalıdır. Bu indi həmin o tikilmiş bu layihə onun layihəsidir ki, bura tamamlanmalıdır. Sadəcə olaraq yarımçıq tikili olaraq saxlanılıb. Fövqəladə Hallar Nazirliyi isə əksini deyir. Nazirlikdən Space xəbərə bildirildi ki, pilot rezidens MTK-nın inşa etdiyi yaşayış binasında avtomobil dayanacağının tikintisi zamanı layihədən kənarlaşmaya yol verildiyinə görə sahəsi 850 kvadrat metr olan qeyri-yaşayış sahəsinin tikintisi Nazirliyin Aidiyyəti Agentliyi tərəfindən dayandırılıb və bu barədə əraziyə nəzarət üçün aidiyyəti üzrə yerli icra hakimiyyətinə məktub ünvanlanıb. Bununla yanaşı tikilməkdə olan obyektlərə dövlət nəzarəti həyata keçirilərkən pilot rezidens MTK tərəfindən inşası başa çatdırılmış layihədən kənar balkondan Nizami küçəsinə pilləkən quraşdırılmasını və avtodayanacağın ikinci mərtəbəsinin inşasının qarşısı alınıb və tikililər sökülərək ərazi əvvəlki vəziyyətə gətirilib. Qeyd edilən ünvanda hal-hazırda tikinti quraşdırılma işləri aparılmır deyə Nazirlikdən o da bildirildi. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.